Bismillahirrahmanirrahim. Bir neçə dəqiqə bundan əvvəl İran İslam Respublikasının Silahlı Qüvvələr tərəfindən Amerika Birləşmiş Ştatlarının Qətərdə yerləşən bazasına cavab zərbələri endirilib. Eyni zamanda məlumatda qeyd olunur ki, Qətərlə yanaşı İran Amerika Birləşmiş Ştatlarının Bəhreyndə və Küveytdəki hərbi bazalarına da hədəf seçib. Bildiyiniz kimi dünən 22 iyun tarixində Amerika Birləşmiş Ştatları İranın təqribən 3 şəhərinə atəş açmışdı, hücum etmişdi. İran tərəfi də açıq şəkildə bu hücumun cavabsız qalmayacağı ilə bağlı fikir bildirmişdi. Bugün isə biz, yəni bu dəqiqələrdə artıq biz İranın cavabını görürük. Eyni zamanda deməli İran Silahlı Qüvvələri Qətərdə ABŞ bazalarına cavab zərbələri endirəndən sonra bəyanat səsləndirib. Mən həmin bəyanatın istəyirəm son cümləsini sizin diqqətinizə çatdırım. Sonra bir məsələni də qeyd etmək fikrindəyəm. Son cümləsi belədir ki, ölkənin qüdrətli silahlı xalq qüvvələrinin qətiyyəti o deməkdir ki, hər hansı düşmənçilik hərəkətlərinin təkrarlanması ABŞ-ın bölgədəki hərbi bazalarının dağıdılmasının sürətlənməsinə, onların Qərbi Asiyadan biabırçı şəkildə qaçmasına və İslam ümmətinin və dünyanın bütün azadlıqsevər xalqlarının ümumi idealının reallaşmasına, bəd xassəli şişin aradan qaldırılmasına gətirib çıxaracaq. Əlbəttə ki, bu bəyanatın son cümləsi çox diqqət çəkən cümlədir və eyni zamanda İranın mövqeyini qəti şəkildə bir daha ortaya qoyur ki, əlbəttə deməli Amerika Birləşmiş Ştatları, Qərb müxtəlif bəyanatlar səsləndirirlər, yalan şayələr yayırlar ki, İran nəm dayandı, İran barışığa getdi, İran nəm geri çəkildi. İndi də ən çox yayımlanan xəbərlərdən biri də bundan ibarətdir ki, güya artıq İranda hökumət dəyişikliyi olur, orada yeni hökumət başçısıyla bağlı müzakirələr aparılır filan. Bu şayələrin deməli qarşısını almaq üçün İran həm də bu cümləni bəyanatın sonunda yerləşdirməklə qətiyyətli mövqeyini ortaya qoyub ki, son nəfəslərinə qədər bu fədakar, qeyrətli, cəsur xalq döyüşəcək. Dünyanın ən zalim, fitnəkar, sonra ən hegemon, ən işğalçı, ən qatil dövləti olan Amerika Birləşmiş Ştatları, onun əl altısı və onun Orta Şərqdə, Qərbi Asiyada yerləşən deməli bazası olan İsrail rejiminin qarşısından heç bir halda çəkilməyəcəyini İran açıq şəkildə bəyan edir. Sona qədər döyüşəcəyini, sona qədər bu işğalçı rejimin regiondan qovulmasına nail olana qədər deməli savaşacağını bəyan edir. Mən hesab edirəm ki, bu artıq bir ciddi bəyanatdır və İran əvvəlki qoyduğu deməli fikri, hədəfin uğrunda sona qədər döyüşmək istəyir. Əvvəlki fikri budur ki, bu işğalçı rejimi Qərbi Asiyadan uzaqlaşdırmaq, Amerika Birləşmiş Ştatlarının bazalarını regiondan ümumiyyətlə bir mənalı olaraq çıxartmaq. Ümid edirik ki, inşallah Allahın köməkliyi ilə İran İslam Respublikası bu hədəfinə nail olacaq. Əziz izləyicilər, bu məqamda mənim diqqətimi çəkən, daha doğrusu mənim üçün narahatçılıq doğuran məsələlərdən biri də bizim Azərbaycanla bağlıdır. İran tərəfinin verdiyi məlumata görə İsrail Tehrana zərbələr endirərkən Azərbaycan hava məkanından istifadə edib. Bu əlbəttə ki, bizim üçün biraz təhlükə yarada biləcək bir mövzudur. Ümid edirik ki, Azərbaycan hakimiyyəti belə yanlışlıqlara yol verməz və nəticədə Azərbaycan üçün ciddi təhlükə yaranmaz. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.